Salam əziz dostlar, xoş gördük. Bugün mən sizə demək saat qurşaqları və eyni zamanda xəritələrdə miqyasın təyin olunması ilə bağlı bir məsələ izah edəcəm. Demək sual belədir. 6-cı saat qurşağının şərq sərhəddi ilə 22-ci saat qurşağının qərb sərhəddi arasındakı məsafənin 40 dərəcəlik paralel çevrəsi üzərində 13,5 sm olduğunu nəzərə alaraq demək, xəritənin tərtib edildiyi miqyası müəyyən edin. Demək, bizim ilk öncə edəcəyimiz şey saat qurşaqlarının coğrafi uzunluğunu təyin etməkdir. Bilirsiniz ki, saat qurşaqları demək 24-dür ümumi etibarı ilə, çünki dünya 360 dərəcədir və 24 saat ərzində bu çevrə demək tamamlanır. Yəni dünya 24 saat ərzində bir dəfə öz ətrafında tam dövr etmiş olur ki, 360 dərəcəni 24 saata böləndə demək 15 dərəcədən bir saat qurşaqları təyin olmuş olur və yaxud da ki biz meridianları şərti olaraq 15 dərəcədən bir çəkmiş olsaq 360-ı 15-ə böləndə 24 saat qurşağı meydana gəlir ki bizim demək məsələdə verilən saat qurşaqlarından biri 6-cı saat qurşağıdır, digəri isə 22-ci saat qurşağıdır ki demək 1-ci və 11-ci saat qurşağı çərçivəsində olan bütün saat qurşaqları şərqdə yerləşir. 13 və 23 arasında olan bütün saat qurşaqları qərbdə yerləşir, yəni Qrinvizdən sol tərəfdə. 0-cı, yəni 24-cü saat qurşağı ilə 12-ci saat qurşağı, yəni 180 dərəcəli meridian üzərində yerləşən saat qurşağı demək həm şərq, həm də qərb yarımkürəsində yerləşir. Çünki həm 0, həm də 180 dərəcəli şərq uzunluğu dünyanın şərq və qərb yarımkürəsində bölmüş olur ki, bizim demək 6-cı saat qurşağımız bildiyimiz kimi şərqdədir. Dediyimiz kimi 15-dən 11-ci saat qurşağı, yəni 11-ə qədər hamısı şərq yarımkürəsində yerləşir ki, biz 6-cı saat qurşağının ümumi dərəcəsini, yəni hansı dərəcədə yerləşdiyini necə təyin edə bilərik? Bilirsiniz ki, saat qurşaqları 1 saata dünyanın 15 dərəcə dönməsi ilə əsasən təyin olunur ki, 6-cı saat qurşağının orta meridianını təyin etmək üçün 6-nı 15-ə vurmaq lazımdır. Bu da 90 edir. Deməli, 6-cı saat qurşağımız 90 dərəcə şərq uzunluğunda yerləşir. 90 dərəcə şərq uzunluğu. 22-ci saat qurşağımız isə demək qərbdədir. Hansı ki, dediyimiz kimi 13-dən 23-də daxil olmaq şərti ilə demək qərbdə olan saat qurşaqlardır ki, Qrinvizdən sağa doğru 180 dərəcəyə qədər şərq yarımkürəsi, Qrinvizdən sola 180 dərəcəyə qədər dünyanın əks tərəfinə qədər olan hissəsi qərb yarımkürəsidir ki, 22-ci saat qurşağımızda belə təyin olunur. Ya biz 1 saatın qiymətini, yəni 15 dərəcəni 22-yə vurub, sonra 360-dan çıxmalıyıq. Çünki dünyanın demək ən böyük coğrafi uzunluğu 180-dir. Amma biz 22-ni 15-ə vursaq 180-dən böyük ədəd alınacaq ki, onu 360-dan çıxanda qərb yarımkürəsində yerləşən 30 dərəcə qərb uzunluğunu almış olacağıq. Ya da ki, yəni vursaq biz burada 330 dərəcə alacağıq. Bildiyimiz kimi yer kürəsində heç bir coğrafi uzunluğu 330 dərəcə deyil. O zaman biz 360-dan onu çıxmış oluruq, 330-u və 30 dərəcə qərb uzunluğu almış oluruq. Ya da belə edirik. Demək, 24-cü saat qurşağı 0-cı deyil. Yəni, budur da təbii ki, 24-cü saat 22 ondan sol tərəfdədir. 2 saat fərqləri var. O zaman 24-dən biz 22-ni çıxırıq. Qalır burada 2. 1 saatın qiyməti yəni 15 dərəcə olduğu üçün 2 saatın qiyməti də 30 dərəcə etmiş olur. Amma biz bilirik ki, 2-ci saat qurşağı şərqdədir. Amma bu 22-ci saat qurşağıdır. O zaman 30 dərəcə tapdığımız bu uzunluğa biz nə uzunluğu yazırıq? Qərb uzunluğu. Yəni 22-ci saat qurşağımız harada yerləşmiş oldu? Qərb yarımkürəsində yerləşmiş oldu ki, bu da 30 dərəcə qərb uzunluğu etmiş olur. İndi isə bizə deyir ki, 22-ci saat qurşağının demək qərb sərhəddi, yəni sol tərəfi. Amma 6-cı saat qurşağının şərq sərhəddi. O zaman biz baxırıq, saat qurşaqları 15 dərəcədən bir çəkilir. Misal, deyək ki, 15 dərəcə şərq uzunluğu, demək 1-ci saat qurşağımızdır. 30 dərəcə şərq uzunluğu 2-ci saat qurşağımız, 45 dərəcə şərq uzunluğu 3-cü saat qurşağımız. Məsələn, 6-cı saat qurşağına yaxın saat qurşaqlarımız təbii ki 5 ilə 7-dir. Onlar arasında demək 5-ci saat qurşağımız olacaq 75 dərəcə şərq uzunluğu. 75 dərəcə şərq uzunluğunda yerləşən 5-ci saat qurşağı ilə 6-cı saat qurşağı arasında 15 dərəcə fərq var. 15-i yarıya bölüb
demək 7,5-ini 5-ci saat qurşağına, 7,5-ini isə 6-cı saat qurşağına əlavə etmiş oluruq. Burada təbii ki, eləyəcək 82,5 bunların demək arasında olan kənar mediandır. Amma bu 6-cı saat qurşağının sol sərhəddidir. Sağ sərhəddi isə 107 dərəcə şərq uzunluğunda yerləşən 7-ci saat üzülürsən 105 dərəcə. 105 dərəcə şərq uzunluğunda yerləşən 7-ci saat qurşağı ilə 6-cı saat qurşağı arasında da təbii ki 15 dərəcə fərq var. Onun yarısı 15-in yarısı 6-cı saat qurşağına, digər yarısı isə demək 7-yə aiddir. Yəni bu ədədləri toplayıb ədədi ortasını tapmış olsa, yəni 2-yə bölmüş olsaq, cavabımız olacaq 97,5. Yəni 6-cı saat qurşağının şərq sərhəddi 97,5-dir. Qərb sərhəddi isə 82,5. Hər bir saat qurşağının ümumi payı nə qədərdir? 15 dərəcədir. Yəni 82,5 ilə 97,5 arasında 15 dərəcə fərq var. Ki bunların əsli, yəni bu dərəcələrin əsas meridianı təbii ki 90 dərəcə şərq uzunluğu 6-cı saat qurşağıdır. Eyni ilə bunda da 7,5 dərəcə çıxsaq, demək 22,5 dərəcə bunun demək sağ tərəfidir. Yəni 22-ci saat qurşağının şərq sərhəddidir. Amma qərbə doğru rəqəmlər böyüyür deyə sol tərəfə Qrimizdən qərb yarımkürəsində o zaman olacaq 37,5 isə bunun hansı sərhəddə olmuş olur? Qərb sərhəddə olmuş olur. Yəni 22-ci saat qurşağının qərb sərhəddi neçədir? 37,5-dir. Bəs 6-cı saat qurşağının şərq sərhəddi neçədir? 97,5-dir. O zaman hər ikisinin tərəflərini müəyyənləşdirmiş oldum ki, 97,5 şərq uzunluğu ilə demək 37,5 qərb uzunluğu arasında fərqi tapanda biri şərqdə, biri qərbdə olduğu üçün bunları toplayırıq. 37,5 üzərinə əlavə etsək eləyəcək 135 dərəcə. Demək bunlar arasında fərq mövcuddur. 135 dərəcə fərq təyin olunduğu üçün biz nə edirik? Demək, məsələnin digər şərtini artıq həyata keçirməyə başlayırıq. Deyir, 40 dərəcəlik paralel üzərində, paralel çevrəsində bunlar arasındakı məsafə 13,5 sm-dir. O zaman mən nəyi yadıma salıram? 40 dərəcəlik şimal enliyində yer kürəsində fərqi yoxdur, cənub enliyində də eyni məsafə etmiş olacaq. Bu şimal-cənub burada önəmli deyil. Sadəcə biz özümüz şimalda yerləşirik deyə həmişə 40-dan sual düşəndə mən 40 dərəcəlik şimal enliyini ilə vərdiş olaraq deyirəm. Burada 1 dərəcəlik paralel qövsün uzunluğu 85,4 kilometrə bərabərdir. Yəni bu paralel üzrə 1 dərəcə sağa və ya sola hərəkət etmiş olsaq, demək 85,4 kilometr getmək məcburiyyətindəyik. Bu obyektlər arasında da nə qədər dərəcə fərq var? Demək, biri 97,5 dərəcə şərqdədir, digəri isə 37,5 dərəcə qərbdə. Aralarında 135 dərəcə fərq var. Biz görürük ki, 1 dərəcənin qiyməti 85,4 kilometrdir. O zaman 135 dərəcənin, yəni ki, 135 dərəcəlik paralel qövsünə düşən məsafəni təyin etmək üçün, yəni deyək ki, buradan bura qədər məsafəni təyin etmək üçün biz 1 dərəcənin qiymətini vururuq 135-ə, yəni ümumi məsafəni təyin etmək üçün. Təbii ki, biz bunu həll etmiş olsaq, 85,4-ə vurmuş olsaq, 4 5-ini 20 edəcək, 4 üçün 12, o da 2, 14, 1 yadda, 4 1-in 4, demək o da 1, 5. 5-i vursaq 25, 2 yadda, 5 üçün 15, o da 1, 16. Daha doğrusu 2, 17 elir, 7 yazırıq 1 yadda. Sonra 5 1-in 5, o da 1, 6 etmiş olur. İndi isə 8-i vuraq, 8 5-in demək 40 etmiş olur. 0 yazırıq 4 yadda, 8 üçün 24, o da 4, 28. 8 1-in 8, o da 2, demək 10 etmiş olacaq. O zaman məsələni həll etmiş olsaq, demək 2, sonra 6 üstə 8, 14, o da 1, 15 və 0, o da 1 və 1. 11.529 almış olacaq. Çünki burada vergül var və buna görə əsasən vergülü atmış olsaq, bizim cavabımız olmuş olacaq nə qədər? Demək 11.529 kilometr. Gördüm ki, iki obyekt arasında paralel qövsü üzrə 11.529 kilometr fərq var. Yəni həqiqi məsafəmiz bu qədərdir. Əgər bizdə həqiqi məsafə bəllidirsə, həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas düsturundan istifadə etsəm,
O zaman mən miqyası təyin etmiş olaram. Bu zaman həqiqi məsafə nə qədərdir? 11529 demək kilometrdir. Yazıram altından və bərabərdir. Xəritədəki məsafəni də yerinə qeyd edirəm. Nə qədərdir? 13,5 santimetrdir. Miqyasım nə qədərdir? Miqyasım məhsuldur. O zaman mən miqyası axtarmalıyam. Demək, vurğulardan biri bəlli olmadığına görə hasili mən vurğulardan birinə bölməliyəm. O zaman nə edirəm? 11529-u böləcəm neçəyə? Demək, 13,5-ə, yəni demək 115.290-ı böləcəm 135-ə. 135-ə, demək, o zaman bölək 1152, 135.1152-nin içində demək 8 dəfə edir. 8 5-in demək 44 yadda, 8 3-ün 24, o da 4, 28, 2 yadda, 8 1-in 8, o da 2, 10 etmiş olur. Burada qalığımız neçədir? 2-dir. 15-dən 8 çıxanda 7 edir. Və burada təbii ki 0 alınacaq. 72 alındı. 9-u indi gətirək. Demək 729-un içində 135 5 dəfədir. 5 5-in 25. 5 3-ün 15. O da 2. 17. Demək 1 yadda. 5 1-in 5. O da 1 6. O zaman 9-dan 5 çıxanda 4 edir. Demək 12-dən 7 çıxanda 5 edəcək. Və burada da 1 qaldı. 6 daha doğrusu qaldı. 6-dan da 6 çıxanda 0. 54 qaldı. İndi isə 0-ı gətirək yanına. 0-ı gətirəndə demək 540-ın içində 135 4 dəfə edir. 4 dəfə etmiş olsaq 4 5-in 20. Demək 0 yazarıq 2 yadda. 4 3-ün 12, o da 2 14. Demək 1 yadda. 4 1-in 5. Demək o da 1 5, yəni 540. Bu zaman bizim cavabımız neçə alınacaq? 554 kilometr. Deməli, biz gördük ki, bu xəritədə 1 santimetr məsafəyə uyğun gələn məsafə nə qədərdir? 854 kilometrdir. Biz bunu ədədi miqyasa çevirsək, 1 kilometrin 100 min olduğunu nəzərə alsaq, o zaman həmin bu ədədi 100 minə vurmalıyıq. Yəni 1 bölünsün 854, yanına biz 5 dənə 0 yazmalıyıq. O zaman bizim miqyasımız olmuş olacaq neçə? Demək, biz görəcəyik ki, miqyasımız 85.400.000 kilometrə bərabərdir. Bu qədər.